Avdiya Peyğəmbərin kitabı. Avdiya 1-ci fəsil. Bu, Avdiyaya zühr olan görüntüdür. Edom üzərində Allahın məhkəməsi. Xudavənd Rəbb Edom barəsində belə deyir. Biz Rəbdən xəbər eşitdik. Millətlər arasına qalxın Edoma qarşı döyüşək deyən qasid göndərildi. Bax, səni millətlər arasında kiçildəcəyəm. Hamı sənə xor baxacaq. Ey sən qaya çatlarında məskən salan, evini yüksəklərdə quran. Ürəyinin qüruru səni aldatdı. Çünki sən qəlbində məni kim yerə yıxa bilər dedin. Sən qartal kimi yuxarı uçub, yuvanı ulduzlar arasında qursan da, səni oradan endirəcəyəm. Rəbb bəyan edir. Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, yalnız öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir. Esavın hər şeyi talan ediləcək. Gizli xəzinələri aşkara çıxarılacaq. Sənlə əhd bağlayanların hamısı səni ölkədən qovacaq. Müttəfiqlərin səni aldadıb məğlub eləyəcək. Sənlə çörək yeyənlər sənə tələ quracaq. Onun ağlı hardadır deyəcək. Rəbb bəyan edir. O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv eləyəcəm. Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək. Qardaşın Yaquba elədiyin zorakılığa görə sən xəcalət içində qalacaqsan. Əbədi məhv olacaqsan. Yadelilər onun sərvətini aparanda sən uzaqda durub tamaşa elədin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda sən də onlardan biri kimi davrandın. Sən gərək Yəhudalı soydaşlarının bədbəxtlik günündən zövq almayaydın. Həlak olduqları gün sevinməyəydin. O əzablı gündə rişxənd eləməyəydin. Xalqımın fəlakətli günündə onların şəhər darvazalarından girməyəydin. Başlarına bəla gələn gün onların fəlakətini sevinclə seyr eləməyəydin. Başlarına bəla gələn gün onların malına əl uzatmayaydın. Sən gərək qaçan Yahuda övladlarını öldürmək üçün yol ayrıcında dayanmayaydın. O əzablı gün qurtulanları düşmənə təslim eləməyəydin. Rəbbin günü yaxınlaşır. Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır. Ey Edom, sən nə cür elədinsə, sənə də belə ediləcək. Əməllərinin əvəzi öz başına gələcək. Çünki siz mənim müqəddəs dağımda içdiyiniz kimi bütün xalqlar durmadan içəcək, içib yox olacaq. Sanki əvvəldən yox idi. İsrailin zəfəri. Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq. O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq. Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq. Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv eləyəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi. Negev sakinləri Esav dağını, yamaclı düzənlikli bölgədə yaşayanlar Filistlilərin bölgəsini, Yahudalılar Efraimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt eləyəcək. Xalaqda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt eləyəcək. Xalqı qurtaranlar Sion dağına çıxıb, Esav dağına hökm eləyəcək. Rəbb səltənət sürəcək.